var, bununla bağlı təqdim edirik. Xətai Sənət Mərkəzində Huma Art Studio'nun tələbələrinin əl işlərindən ibarət Yaradıcılıq Palitrası adlı qrup sərgisi təşkil olunub. Sərgidə müxtəlif yaş qruplarından olan uşaqların çəkdiyi rəsm əsərləri nümayiş etdirilib. Təbiət mənzərələri, portretlər, abstrakt kompozisiyalar və rəngarəng təsviri sənət nümunələri ziyarətçilərin marağına səbəb olub. Sərgidə nümayiş olunan hər bir əsər uşaqların yaradıcılıq təxəyyülünü, rəng duyumunu və fərdi baxışını əks etdirir. Bu şəkildə milli mədəni ənənəmizə görə Novruzu təsvir eləmişəm. Kamança ilə səməni və xalçanı təsvir eləmişəm. Burada elə belə suyun üzərində gedən gəmini elə belə təxəyyül üzərində. Bu ilk öncə Qarabağ atı və Qarabağ əsgəridir. 44 günlük müharibəyə həsr eləmişəm. Bu iki əsərim isə həm dəniz mənzərəsini sevdiyim üçün, həm də quşlar sevdiyim üçün təbiətə görə çəkmişəm. Burada dəniz çəkmişəm, gördüyünüz kimi. Burada Azərbaycanın milli rəqslərini təşkil etmişəm, aşağıda da Şuşa. Bu şəkildə mən gün batımında uçan təyyarə təsvir etmişəm. Burada üç rəngli bayrağımızın qabağındakı əsgər çəkmişəm. Bu güldür, təbiətdir. Adam daha da güclü ola bilər, öz gələcəyini özü qurub yanıdan və bunu çalışmışam deməyə. Burada bizim vətənimiz azad olubdur və ona görə əsəri çəkmişəm. Bu şəkli mən Azərbaycanın hərbi belə gücünü göstərmək istədim. Bir tərəfdə bədii əsgərimiz, o bir tərəfdə də ki, müasir əsgərimizdir. Bu şəkildə Zambaq gülünü bəyənirəm, ona görə dənizdəki dənizi sevirəm. Rəngləri sevdiyim üçün bu şəkilləri çəkdim. Uşaqlar üçün belə sərgilərdə iştirak etmək yalnız əsərlərini nümayiş etdirmək deyil, həm də yeni təcrübə qazanmaq, özlərinə inam hissini gücləndirmək və yaradıcılıqlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Layihə tələbələrin hesabat sərgisidir. Onların bu neçə illər ərzində ərsəyə gətirdikləri əsərlərin nümayişidir. Biz onların daha da inkişafı üçün, daha da cəmiyyətə tanıtmaq üçün onların əsərlərini belə tədbirlər keçiririk, nümayiş elətdiririk ki, hər bir kəs gənc rəssamlarımıza dəstək olub onları tanıtsın və yaxud tanısın. Artıq studiyanın bəzi yetirmələri müxtəlif beynəlxalq sərgi və müsabiqələrdə Azərbaycanı uğurla təmsil edərək nailiyyətlər qazanıblar. Bu sərgidə nümayiş olunan əsərlər isə yeni istedadların yetişdiyini və gələcəkdə onların da ölkəmizin sənət uğurlarına öz töhfələrini verəcəyini göstərir.